günümüzü gəldi, çatdıq, aşılamamızı gözlədik. Materialımız laboratoriyada baxın belə 2 dəfə dərmanla hazırlayır. 2 qat aktivləşmə olunur. Spermatüstü biraz aktivləşdirir. Və 2 dənə sarıcımız var. İnşallah əkiz olmaq arzusu ilə biz aşılamamıza başlayırıq. 2 folikul, 2 dənə sarıcım partlayır. İşte inşallah ki o folikulun ikisinin də hüceyrəsi olar da mənim bu qızım Allah xatirinə, inan ki, belə Allah belə necə istəyirəm. O təzə ailədilər 3 ayda, hə? Tutdurup ki, əkiz istəyirəm. Mən də deyirəm, ay Allah, sən olsun. Bu qızım əkiz uşaq sahibi olsun. Əkiz uşaqlar ikisi də yatır, ikisi də durur, ikisi ağlayır, ikisi azır, ikisi batırır. O 2 qat əziyyəti çəksin. Allah ona qismət eləsin, əziyyət törəsin üçün. Anı üçün düzü yorulur, amma balasını böyüdür deyənə xoş əziyyətdir. İnşallah, biz də amin deyirik ki, Licbi tutsun. Bu birincini yeritdi, indi ikincini yeridirik. Xeyirli olsun. Ya Allah. İçində bir çimilləşmə falan hiss edirsən, maye gedir çivət, sperma. Xırda heç verir, nəsə maye gedir, asta vurur. Sonra bir 10 dəqiqə falan, 15 dəqiqə krestoda qızımız qalacaq. Sonra evə gedəcək. Bugün çalışacaq, yataq rejimində olaq. Aşılama olmadan gün çimmək olmaz. Çox uzaq yola falan çıxmaya icazə vermir. Amma sabahdan normal həyatınıza davam edə bilərsiniz. 12 gündən sonra test edəcək səhər sediyi ilə.